Xoş gəldiniz. Bugün bu dəfəki dərin araşdırmamızda indiyə qədər qarşılaşdığımız ən qısa, amma yəqin ki, ən təsirli mənbəni müzakirə edəcəyik. Düzdür, mənbə doğrudan da qeyri-adi dərəcədə qısadır. Bəli, yəni 4 sözdən ibarətdir sadəcə. Siz dinləyicilərin bizə göndərdiyi bu qısa mətndə yalnız bu yazılıb. Yağışlara görə bahalaşma ola bilər. Özdə bilər sözü xüsusilə böyük hərflərlə vurğulanıb. Aha, tam olaraq elədim. Yaxşı, yəni gəlin bunu aydınlaşdıraq. Çünki bu qısacıq cümlənin arxasında qlobal iqtisadiyyatın necə işlədiyini göstərən nəhəng bir mexanizm var. Göy üzündən düşən sadəcə bir damla yağış necə olur ki, gəlib birbaşa bizim cibimizdəki pula təsir edir? Burada ən maraqlı olan odur ki, biz çox vaxt iqtisadiyyatı, xüsusən də o qlobal təchizat zəncirini qapalı bir sistem kimi təsəvvür edirik. Amma əslində müasir iqtisadiyyat çox tarım çəkilmiş bir gitara siminə bənzəyir. Gitara simi, yəni çox həssasdır demək istəyirsiniz. Tamamilə. Havadakı kiçik bir rütubət dəyişikliyi, yəni o yağış damlası bütün alətin səsini, yəni qiymətlərini dəyişdirə bilir. Burada söhbət sadəcə pomidorun tarlada xarab olmasından getmir axı. Aha, aydındır. Bəs nədən gedir? Söhbət just in time, yəni necə deyərlər, tam vaxtında işləyən logistika sistemlərindən gedir. Məsələn, bir limanda yağış səbəbindən yaranan cəmi bir neçə saatlıq ləngimə böyük fərq yaradır. Bir dəqiqə, doğrudan sadəcə bir neçə saatlıq ləngimə qiyməti qaldırır. Bəli. Çünki şirkətlər artıq ambarlarda böyük ehtiyatlar saxlamırlar. Hər şey an-ba-an saat kimi işləməlidir. Üstəlik, hava şəraitinə anında reaksiya verən alqoritmik ticarət proqramları var. Deməli, biz artıq təbiət hadisələrinin iqtisadiyyata həftələr sonra təsir etdiyi bir dövrdə deyilik. Yəni, yağış damlası yerə düşən kimi, bazardakı proqramlar dərhal o gecikməni hesablayıb, rəqəmləri yeniləyir. Lidir ki var. Ləngimə dərhal qiymət şokuna çevrilir. Vay, bu doğrudan da inanılmazdır. Amma burada mənim diqqətimi başqa bir şey çəkir. Və məncə cümlənin əsl mesajı heç logistika və ya iqtisadiyyatla bağlı deyil. Kütlə psixologiyasına nəzərdə tutursunuz, düzdür? Bəli, məhz onu. Bütün bunlar nə deməkdir əslində? Mətnin sonuna bir də baxaq. Bilər sözü niyə xüsusilə böyük hərflərlə yazılıb? Yəni, əgər alqoritmlər hər şeyi saniyəsinə hesablayırsa, bu qeyri-müəyyənliyə nə ehtiyac var? Niyə birbaşa bahalaşacaq demirlər? Baxın, əgər bunu daha geniş kontekstlə əlaqələndirsək, iqtisadiyyatda ən təhlükəli şeyin özünü doğruldan peyğəmbərliklər olduğunu görərik. Özünü doğruldan peyğəmbərliklər. Yəni, insanlar panika edir deyə hadisə doğrudan da baş verir? Tam olaraq belədir. Əgər hər hansı bir rəsmi qurum və ya xəbər mənbəyi qəti şəkildə bahalaşacaq desə, ortada heç bir real logistik problem olmasa belə ciddi panika yaranacaq. Aha, aydındır. Yəni, hamı qaçıb marketlərdən lazımsız yerə əlavə ərzaq yığmağa başlayacaq. Düz tapdınız. Tələb süni şəkildə kəskin sıçrayacaq və nəticədə yağışın edə bilmədiyi bahalaşmanı elə o qorxunun özü yaradacaq. Çox maraqlıdır. Deməli, böyük hərflərlə yazılmış o bilər sözü əslində bazarın tarazlığını qoruyur, kütləvi psixologiyanı tormozlayır. Bəli. Bu 4 sözlük mətn həm treyderlərə riski hesablayın deyir, həm də sıravi alıcıya panika etməyin mesajını verir. Yəni bu sadəcə bir hava və ya iqtisadiyyat xəbəri deyil. Bu həm də böhranı idarə etmə alətidir. Biz tez-tez xəbər başlıqlarında mütləq hökmlər axtarırıq axı. Filan şey çökəcək və ya filan şey uçacaq deyə. Amma əslində sistemin ayaqda qalması elə bu ehtimalların, bu ola bilərlərin varlığına bağlıdır. İnsanlar risk və reallıq arasındakı fərqi mütləq görməlidir. Düzdür. Bəs bütün bunlar, yəni bu qısacıq cümlə siz dinləyicilərimiz üçün niyə önəmlidir? Çünki hər gün oxuduğumuz o yüzlərlə xəbər başlığının arxasında məhz bu psixoloji hesablamalar dayanır. Ehtimal hələ mütləq həqiqət demək deyil. Tamamilə razıyam. Zəncirvari reaksiya başlaya bilər, lakin alternativ yollar, dövlət müdaxiləsi və ya sadəcə insanların sakit qalması bu reaksiyanı tam ortada kəsə bilər. Yəni xəbərləri oxuyarkən mütləq hökmlər axtarmaq əvəzinə faktları qəbul etmək və süni panikadan uzaq durmaq lazımdır. Əlbəttə. Qərar verərkən o böyük hərflərlə yazılmış bilər hissəsinə diqqət yetirmək bəzən faktın özündən daha həyati əhəmiyyət daşıyır. Çox gözəl nöqtədir.
Və bu müzakirəmizi yekunlaşdırarkən sizə üzərində düşünmək üçün bir sual buraxmaq istəyirəm. Buyurun, dinləyirik. Əgər buluddan düşən sadəcə bir yağış damlası belə alqoritmlər və o mürəkkəb təchizat zəncirləri vasitəsilə ehtimal olunan bir bahalaşmaya səbəb ola bilirsə, görəsən tamamilə fərqinə varmadığımız daha hansı gündəlik təbiət hadisələri var? Çox maraqlı yanaşmadır. Yəni, bəlkə də günəş aktivliyi və ya okean cərəyanları, elə bu dəqiqə hər gün istifadə etdiyimiz əşyaların dəyərini səssizcə formalaşdırır. Bəlkə də iqtisadiyyatı anlamaq üçün bəzən sadəcə qrafiklərə yox, başımızı qaldırıb təbiətə baxmalıyıq.